Bugün Göyçay rayonu Rauf Hüsayev küçəsi 123 ünvanında yaşayan WhatsApp nömrəmizə ünvanladığı şikayət əsasında həmin ünvana yollandıq. Şikayətçi Əli bildirir ki, evi ilə üzbəüz yaşayan qonşusu Yusif adlı şəxs təsərrüfat məqsədi ilə saxladığı xırdaboynuzlu heyvanlar üçün tövləni onun evinin pəncərəsinin qarşısında inşa edib. Nəticədə tövlədən gələn qoxu birbaşa evin içinə dolur və bu da öz növbəsində ailənin gündəlik yaşayışına ciddi narahatlıq yaradır. Şikayətçi əlavə olaraq qeyd edir ki, qonşusu heyvanlar üçün gətirdiyi ot və ya yoncanı da onun evinin qarşısında boşaldır. Bunun nəticəsində ərazi çirklənir, evinin qarşısında antisanitar vəziyyət yaranır və sakinlər üçün əlavə narahatlıq meydana gəlir. İndi isə gəlin ilk olaraq şikayətçinin bizə göndərdiyi səs yazısını sizlərə təqdim edək. Şikayətim Göyçay rayonu Rauf Hüsayev küçəsi 123 ünvanı ilə üzbəüz yaşayan Yusif adlı şəxslə bağlıdır. Yusif adlı şəxs Azərbaycan Respublikasının bütün qurumlarının qoyduğu qaydalara, bütün nizamnamələrə, bütün qanunvericiliklərə zidd şəkildə öz həyətyanı ərazisində kiçik buynuzlu 200-300 ədəd qoyun saxlamaqdadır və 2 mərtəbəli qanunsuz küçə ərazisində tikililər etmişdir və birinci mərtəbəsində 200-300 baş qoyun, ikinci mərtəbəsində isə saman, yem məhsulları saxlayır. Həm təhlükəlidir, həm qida təhlükəsizliyi baxımından, həm eftenstansiya baxımından, həm bütün qanunvericiliyin bütün qaydaları, vergilər baxımından bu adam qanunsuz sahibkarlıqla məşğuldur. Ətrafında bizi də zəhərləyir, nəfəs ala bilmirik, iydən oturmaq olmur, milçəklər, böcəklər, yəni ən pis şəkildə hökumətin infrastrukturu ilə küçələrə çəkilmiş təzə asfalt yolları qoyunların peyinləri ilə bu adam məhv edir. Xahiş edirəm bununla bağlı qısa bir zamanda tədbir görülsün. Daha sonra məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədi ilə Yusif adlı vətəndaşın ünvanına yollandıq. O bildirib ki, heyvanları saxlamaq üçün başqa alternativ yeri olmadığından onları hazırda həmin tövlədə saxlayır. Qalxanov Yusif qardaşım, mən nə deyə bilərəm ki? Mən balalarımı qoyunla saxlayıram. Mənə hökumətdən 1 manat pul gəlmir mənə. 4 dənə balam var. Mənim tövləmin qapısının ağzıdır. Gündəlik süpürülür. Baytarlıqdan gedib öyrənə bilərlər. Bütün hər bir dava dərmanın, dezinfeksiyasının hər bir şeyini elətdirmişəm. Birdən orada peçeni ola bilməz. Əsassızdır, bəli. Araşdırmamız çərçivəsində hər iki tərəfin mövqeyi dinlənildi. Üzərimizə düşən ictimai nəzarət və araşdırma funksiyasını yerinə yetirdikdən sonra tərəflərə məsələnin hüquqi müstəvidə həll edilməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi qaydada müraciət etmələrini tövsiyə etdik. Bildirdik ki, ediləcək müraciətlər əsasında məsələ qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılmalı və qanun çərçivəsində müvafiq tədbirlər görülməlidir.